istərsiz sual cavab edeyim. Daha sonra isə mən sizə türk dünyasını izah edəcəm. Həm də ki, rekorddan da qulaq asarsınız. Biraz bir sual düşür. Yəni ümumiyyətlə abituriyentlərə ümumiyyətlə türk dünyası bir sualın başında qalıb da. Şimdi Həyat müəllimə, bizə deyin, havanı çirkləndirən vasitələr dedik iki yerə bölünür. Təbii vasitələr, bir də ki antropogen. Təbii vasitələrə, təbii mənbələrə nələr daxildir? Təbii mənbələrə vulkan püskürmələri, Bir də zəlzələlər idi, bir də şimşək. neydi? Şimşək. Şimşək, ildırım çaxmaları. Bəli. Dünyada ekoloji vəziyyətin ən pis olduğu 3 ərazi. Ekoloji vəziyyətin ən pis olduğu ərazi. Ərazi. Biri İndoneziya idi, Starium çayı. Yox, elə yox. Birini mən deyim, Avropanın mərkəzi, sonra Şimali Amerikanın mərkəzi, bir də Asiyanın şərq, cənub-şərq və şərq, cənub-şərq, bir də ki cənubu. Şərq, cənub, bir də ki cənub-şərqi Asiyanın. Demək 3 dənə. Əhalinin sıx olduğu yerlərdə. Bəli, yəni ona uyğun gəlir. Həyat müəllimə, təpə nədir və hansı ölkələrdə meydana gəlir? Terikon təpələr faydalı qazıntıların çıxarılması zamanı yaranır. Bu da faydalı qazıntı olan ölkələrə uyğun gəlir də. Çin olar. Çində o qədər də yaranmaz. Ən əsas. Avstraliya, Braziliya. Car. Car. Bir də ki, Qazaxıstanda meydana gəlir terikon təpələr. Faydalı qazıntılar çıxarılan zaman yaranan belə təpələrdir. Tullantılardan ibarət olan təpələrdir. Çox sağ olun müəllimə, qayıdacağım yenə sizə. Demək, növbəti Səadət müəllimə. Səadət müəllimə, ətraf mühitin qorunması ilə bağlı olan protokol harda imzalanır? Mən bunu bilmirəm, yoxlamamışam heç orası. Müəllimə, bu mən niyə soruşuram? Düzdür, mənə də çox protokol nədir? Keçən ilmiqə düşüb, belə çeynənmiş sual deyirik. Demişdiniz, bəli, müəllimə. Kyoto, Yaponiyanın Kyoto şəhərindədir. Həmçinin Azərbaycan da buna qoşulur. Kyoto protokolu, bəli. Yaxşı müəllimə, siz bizə deyin, tullantılar neçə qrupa bölünür? Tullantılar əsasən iki qrupa bölünür. Müəllimə, istehlak tullantıları, bir də ki məişət tullantılarına. Bunları fərqləndirin. Bəli? Fərqləndirin, zəhmət olmasa. Məişət tullantıları əsasən, yəni məişətdə demək, kağızdır, məsəl üçün qida məhsullarıdır, demək, polietilen torbalardır. Amma məişət tullantıları, istehlak tullantılarına əsasən aid edilir, demək, məişət, sənayedə istifadə olunur. Məsəl üçün, demək, nədir? Sənayedə, nə bilim, kənd təsərrüfatında olan maddələr. Maddələrdir, yəni pestisidlər filanlar, məsələn, kimya maddələri, kimya sənayesindən istifadə, sənaye və zavodlardan atılan tullantılardır. Ondan sonra, məsələn, AES-lərdən atılan radioaktiv maddələrdir. Bunlar istehlak tullantılarıdır. Müəllimə, utilizasiya nə deməkdir? Utilizasiya tullantıların məhv edilməsidir. Onlar özləri 4 qrupa bölünür. Bastırılma, yandırılma, təkrar müəllimə. Səsim gəlir, tələsməyin. Utilizasiya sadəcə məhv edilmə deyil. Utilizasiya odur ki, tullantılar zərərsizləşdirilir. Ola bilsin, yarım fabrikat halında, yaxud başqa bir material halında yenidən dönüşə bilər. Dedik ki, 4 növü var. Siz bizə bastırılma, yandırılmadan danışın, çatışmayan cəhətlərini də deyin. Bastırılma, yandırılma müəllimə. Demək, əsasən bir çox ölkələrdə əsasən bastırılmadan, yəni tullantıları əsasən bastırırlar.
Yəni bunun daha çox Qərbi Avropa ölkələri, Rusiya, bir də bir çox ölkələrdə məsəl üçün bastırılmadan istifadə, bir də Braziliyada deyəsən var idi, səhv eləmirəmsə. Bu amma belə ki, bastırılma tullantıların mənfi cəhəti ondan ibarətdir ki, əsasən torpağın çirklənməsinə gətirib çıxardır bu bastırılma Yeraltı prosesi. sularında. Necə? Hətta yeraltı sularında. Yeraltı sularında. Bəli. Yəni oradan yeraltı sularında torpaqların eyni zamanda yeraltı sularında çirklənməsi ilə nəticələnir. Növbəti Sonra yandırılma. yandırılma. Hı-hı. Yandırılma üsulundan da demək olar ki, müəllim, bu üsulun bir çox yəni ətraf mühiti, atmosferi çirkləndirən səbəblərdən biridir. Lakin buna baxmayaraq, yəni bir çox Avropa ölkələrdə bu yandırılma üsulundan istifadə edirlər. Yandırılmadan amma məsəl üçün yandırarkən, məsələn Almaniyada bir çox demək evlərin böyük əksəriyyətində son illər demək məişət tullantılarının yandırılmasından istifadə edirlər və onların suların qızdırılması, evlərin isidilməsində, enerji alınmasında məsəl üçün istifadə edə bilirlər. Müsbət tərəfidir bu. Amma yandırılma bəzi ölkələrdə açıq havada olduğundan, məsələn o sakit hava şəraitində əsasən məsələn küləksiz olan vaxt ölkələrdə daha çox istifadə edirlər ki, yandırılmadan. Küləkli günlərin digərlər sayı burada əsasən nəzərə alınır bu hissədə. Çox sağ olun müəllimə, qayıdacağam yine sizə. Şəlalə müəllimə, siz bizə danışın. Təkrar emal, bir də ki kompost. Təkrar kompost. Mən tullantıların təkrar emalı, yəni onları yenidən emala verib, yəni başqa bir vəziyyətə gətirməkdir. Məsələn, plastik nə bilim kütlələri. Bir də mənim kompost. Bir də kompost demişdiniz ki, mən o kitabı da mən tapmadım, amma yadımdadır ki, demişdiniz ki, qızqırma yolu ilə, məhsulların qızqırma yolu ilə məhsulları sonra 11-də 11-ə baxdım da, mən sadə danışanları mən orada tapmadım. Var məhsul deyir. Onda mən izah edeyim, siz qulaq asın. Bəli. Həm də rekord edirəm, yüzdən baxarsınız. Demək, bu kompost üsulunda bir də yazılır. Ora həmin məhsullar xüsusilə deyəndə qida tullantıları ora atılır. Bir müddətdən sonra qıcqırma olur və ondan təbii, belə deyək də, təbii vasitə kimi istifadə edirlər. Təbii gübrə kimi istifadə edirlər bu üsuldan. Kompost üsulu. Kompot kimi bir şeydir, yəni uzun müddət orada saxlayırlar. Demək, bizə danışsın Nərgiz müəllimə. Almaniya, Yaponiya, bir də ki Braziliya modelindən utilizasiyanı. Nərgiz müəllimə buradadır. Buradayım müəllimə, qapını açırdım. Demək, Almaniya dediniz, elə? Almaniyada əsasən deməli yandırılma üsulundan istifadə edilir. Ümumiyyətlə digər üsullardan da istifadə edilir. Məsələn, təkrar emal üsulundan da istifadə edilir. Burada zibillər, məsəl üçün xüsusi qablar ayrılır. Hərəsinin üzərində yazılır. Plastik qablar, şüşə qablar. O şəkildə atılır. Daha sonra isə həmin zibillər yenidən təkrar şəkildə emal edilir. Sonra evlərdə, məsələn, qida qalıqları xüsusi qurğu vasitəsilə gedir həmin binanın zirzəmisinə, sonra orada qaz əldə edilir və həmin binanın məsəl üçün qızdırılmasında bu üsuldan istifadə edilir. Enerji alınmasında, evlərin isidilməsində istifadə edilir. Sonra yandırılma üsulunu da qeyd etdik. Lakin yandırılma üsulu bayaq müəllimə qeyd etdiyi kimi
ekoloji cəhətdən zərərlidir, atmosferi çirkləndirir, ozon təbəqəsinə Siz Yaponiya. ziyan verir. Yaponiyada da yenə bu üsuldan istifadə edilir. Yəni zibilin qruplaşdırılması üsulundan, yəni təkrar emal üsulundan istifadə edilir. Və Yaponiyada xüsusilə buna diqqət yetirirlər. Məsələn, insanlar xüsusi günlər təyin edir. Həmin günlərdə zibilləri yığırlar, şəhər ətrafını təmizləyirlər. Zibillər çeşidlənir. Və bir də burada var idi, məsələn, evi olmayan insanlar zibil yığırlar və onlar xüsusi ya kiçik mükafatla qiymətləndirilirlər və yaxud yemək verilir həmin insanlara. Yəni həvəsləndirilmə üsulları tətbiq edilir bu ölkədə, Yaponiyada. Bir də ki, məsələn, siz müəyyən bir texnoloji alət alırsınızsa, həmin firma ona cavabdeh olur. Sonra həmin firmaya qaytarırsınız və müəyyən bir məbləğ xarab olsa müəyyən il sonra da onun əvəzində ya istifadə ya da ki, güzəşt edir. Sonra Braziliyadan danışaq. Braziliyada Curitiba şəhəri dünyada fərqlənirdi. Burada da yenə əsasən emal üsulundan, təkrar emal üsulundan istifadə edilir. Yaponiyada dediyimiz kimi burada da insanları, yəni təşviq etmək üçün təmizlənməyə şəhəri xüsusi mükafatlar verilir. Bir ki, qeyd edək ki, Almaniyada hətta qonşu ölkələrdən zibildə alır. Bəli, pul müqabilində, bəli. Bir də İsveç alırdı Norveçdən, yoxsa Norveç İsveçdən, orada da var idi. Hansındansa pul müqabilində alırdı zibili. İsveç alırdı. Çox ərazilərdə. Belə, çox sağ olun müəllimə. Gülyanah müəllimə, siz bizə danışın. Ətraf mühitin ekoloji vəziyyətinə görə 5 növü var idi. Bunlardan danışın. Bunlar hansılardır və fərqləndirək? 5 qrupa ayırdıq onları. Deməli, təbii vəziyyət idi, müvazinət, böhran, faciəvi və kollaps vəziyyəti. Təbii vəziyyətdə heç nə dəyişmir, ətraf mühit olduğu kimi qalır, yəni normal şəkildə. Yəni burada insan müdaxiləsi olmur da, məsəl üçün tropik səhralar olsun, ekvatorial meşələr olsun. Müvazinət vəziyyətində isə insanın burada təsiri olur, ancaq təbiət necə deyim, özünü bərpa edir də. Sonra böhran vəziyyətində necə idi? Burada insanın təsiri yüksək olur və təbiətdə dəyişiklik, necə deyim, insanın təsiri ilə dəyişiklik də böyük olur. Sonra, bu da misal üçün savannalar olsun, çöl zonaları olsun, taxıl əkini, mal-heyvan otlaması və s. böhran vəziyyətinə aiddir. Sonra, faciəli vəziyyətdə necə idi? Burada bərpa uzun müddət çəkirdi. Misal üçün, faydalı qazıntılar çıxaran zaman ətraf aləm çox çirklənir. Bunda rekultasiya meliorasiya vasitəsilə, yəni uzun proses çəkir. Sonra, kollaps vəziyyəti isə tamamilə ən acınacaqlıdır. Misal üçün, Çernobıl qəzası zamanı neçə illərdir? 1986-da olub, səhv eləmirəmsə, 87-də. Yəni, neçə illər, bir əsrə yaxın, yəni özünü güclə bərpa etmək qabiliyyətinə malik olur kollaps vəziyyətində. Burada doğru, yəni geri dönüşü yoxdur. Yox, kollapsda bizdə geri dönüşü yoxdur həminlərin. Çox sağ olun müəllimə. Sağ ol. Həyat müəllimə, bizə laboratoriyaların üstün və çatışmayan cəhətləri və növlərini deyin. Hansı növləri var? Laboratoriyalar, stasionar, mobil, bir də mini laboratoriyalar. Bəli. Stasionarda gün boyu işləyirlər, aramsız şəkildə. Üstün cəhəti nədir? Üstün cəhəti. Üstün çatışmayan, belə deyəcəyik. Üstün cəhəti havanın çirklənməsinə nəzarət edir. Çatışmayan, çatışmayan. Yalnız bir ərazidədir.
Yəni bir yerdə olur. Hə, Həmin bildim bir ərazini. bildiniz, yəni harda qurulursa həmin yerdədir. Demişdim, Qəbələnin Vəndam kəndində qurulubsa, digər əraziləri necə deyərlər, Hə. tədqiq etmək mümkün deyil. Demək üstünü nə oldu? Üstün cəhəti üstünü. Üstünü hər gün nəzarət eləyir. Bəli. Çatışmayan Çatışmayanda bir ərazidə olduğu. yəni müəyyən. Bəs mobilin üstün cəhəti? Mobilin üstün cəhəti elə bir ki, təbii komponentlərin tədqiqini aparan postu, mobil postu. Böyük ərazilərdən nümunə götürülür mobildə. Bəs çatışmayan Çatışmayan mobildə. su Bilmədim, və olardı. yalnız su və torpaq. Sadəcə Hə. su və torpağı tədqiq edir mobildə. İndi keçək mini. Üstün. Minidə yerində nümunələr götürülür, təhlil olunur. Bu elə bil ki, üstün cəhəti odur ki, məsələn su nümunəsi yerində götürülür. Sadəcə deyir ki, nə bilim bu su coddur, şordur, nədirsə də belə. Çatışmayan cəhəti nədir? Çatışmayan bilmədim. Onları elə bir Demişdim də mən. Minidə sadəcə tədris məqsədi ilə istifadə olunur. Tədrisdə, yəni şagirdlərə filan nəsə göstərmək üçün belə elmi bir əhəmiyyəti yoxdur bunun. Çox sağ olun müəllimə. Bunlara yenidən diqqət eləyin. Səadət müəllimə. Səadət müəllimə burdadır. Elə bir yoxdur, gedib hə. Şəlalə müəllimə. Siz bizə danışın. L bir də S nədir? Şəlalə müəllimə. Bəli. S yəni turizm, günəş, kimi çatdıra bilmirəm. Günəş, qum, müəllim, bir də dəniz. Yəni turizm, yəni demişdik ki, bunlara da aiddir. İsveçrə, Avstriya. Daha çox İspaniya, Fransa sesi. İspaniya. Bəli mənim. S. Bəli. Mənim L-də daha çox dağlıq. burada mənim Xəzər dənizinin Yox. S. Qəbələ, Zaqatala belə. Məsələn, Alp dağları, ondan sonra. Bəli. Bu ərazilərdədir. Yaxşı müəllimə, mənə deyin görün. Dünyanın ən sağlam qidalarının ölkələri hansıdır? Mən eşitmirəm ha mən sizi. Səsimiz əks-səda eləyir. Deyirəm, dünyanın ən sağlam qidalanan ölkələri hansıdır? Ən sağlam nəyi müəllim? Qidalanan ölkələri. Ən sağlam qidası? Qidalanan ölkələri. Müəllim, ən sağlam qidalanan ölkələri? Afrikada olan ölkələr, Sierra Leone, demişdiniz, Afrika. Bəli. Təbii qidalanan. Yenidən daxil olun. Mikrofonunuzda problem var. Yaxşı. Demək, Nərgiz müəllimə, siz bizə dünya mədəni irs siyahısına görə materikləri çoxdan aza düzün. Bu həm də meşələrin sahəsinə görə də düzülüb olur. Eyni gəlir. Avropa idi deyirsən birinci. Sonra Asiya, Avropa, Asiya, Cənubi Amerika, Afrika, Şimali Amerika, Avstraliya. Bəli. İşte Avstraliya tamam az idi. Bəli. Avstraliya ümumiyyətlə yoxdur. Yoxdur. Bəli. Demək Avropadan sonra Asiya, Asiyadan sonra demək gəlirəm Latin Amerikası, sonra Afrika, sonra da Şimali Amerika. Nərgiz müəllimə, dünyada ən necə deyim sizə fast food və yarım fabrikat deyirik də, onların çox olduğu ölkələr.
ABŞ idi, Kanada idi, Çexiya idi, Çin. Yadımda qalanlar bunlar idi. Hətta bizim deyəndə Mərkəzi Asiyadan bu Qazaxıstan dediniz, bir də ki Argentina. Yəni orada köklük, obezite hədsiz dərəcədə çox yayılıb. Kimsə mikrofonu açıb. Hə, sizdən də gəlmişlər qızlar. Hə. Necə? Sizin Səs- mikrofonunuzdan da əksərdə idi. Sizin də səssiz belə qəribə gəlir, qırıq-qırıq gəlir. Sizin mikrofondan elə bil ki əksərdə idi. İndi kimə gedək? Səadətən mən. Bizə FAO-dan danışın. FAO nədir? Mənzil qərargahı hardadır? Və FAO əsasən müəllim, demək ətraf mühitin elədir. Bir də yox, qida təhlükəsizliyi. Yadımdan çıxdı. Son dəfə yaradılan təşkilat idi. Bəli. Demək bir dəqiqə. 11-ci sinifin dərsliğində idi. Yadımdan çıxdı müəllim. Harda mənzil qərargahı harada dedik? Roma, İtaliyanın Roma şəhəridir. Əsas məqsəd şüarı var idi, çörək olsun. Əsas Hə, məqsəd çörək olsun. Hə, acılığın ləğvi idi. Kanada'nın da Quebec şəhərində nə eləmişdi? Təsis olmuşdu. Yaxşı müəllim, bir daha sual verin. Bu da miq sualı olaraq düşür. İsrailin hansı səhrasında tərəvəz becərilir? O səhranın adı nədir? Miq sualıdır. Miqə düşürsə. Mən deyim. Amma ona baxmışdım mən özümdə. Zada baxmışam, amma yadımdan çıxıb mənim. Yediyini biliyorum. Hayva. Arava səhrası. Bəli. Arava səhrası. Hansı? Arana? Arava. Gülyana xanım, hazır mikrofonu açmışkən son olaraq deyin ki, ümumiyyətlə bu dünyada sülh necə deyərlər, müəyyən bir münaqişə olur da, bu necə həll olunur? Mən burasını bulmamışam. Çatıra bilmədim. Nədir də, primitivdir. Əvvəlcə ölkələr arasında münaqişə yaranır, sonra hərbi yolla həll etmək istəyirlər. Görürlər ki, cəhdləri uğursuzdur. Daha sonra isə sülh yolu ilə, siyasi yolla daha doğrusu həll etmək qərarına gəlirlər. Gülyana müəllimə, insanın qida piramidasını azdan çoxa doğru düzün. Yəni ən çox nə yeməliyik, ən az nə yeməliyik? Hə, orada deməli ən çox yeməliydik un məhsulları. Əsas da bizim ölkə çörəksiz doymur. Hə. Ondan sonra tərəvəz məhsulları idi. Sonra olan yerdə ət məhsulları. Ən axırda da şirniyyat yeməliyik. Bəli, yağ, pi, bir də ki şirniyyat. Yəni bu da qida piramidasıdır. Bu dərslərdən bilmək istəyəcəyimiz məsələ sadəcə bundan ibarətdir. İndi gəlin mən sizə Türk dünyasını izah edim. Siz zəhmət olmasa bir də mikrofonları söndürün. Səslər gəlir. Nəsə hamısı qarşı. Bir dərsə öyrənmək olur Türk dünyasını. İzah edəcəm müəllimə. Elə bir dərslik mövzudur. Yenə deyirəm, bircə dənə sual düşəcək. 50 sualdan bir. Olur müəllimə, həmişə bir dənə düşür. Yəni abituriyentə də bir dənə düşür, miqdə də bir dənə düşür. Mən 3 dəfə miqdə olmuşam, üçündə də bir dəfə rast gəlmişəm elə. Nədir? O da düşər ki, ən böyük müstəqil Türk dövlətləri, onda yazarıq inşallah. Hə, O qədər olmaz. Yox, mən belə mineral faydalı qazıntılarla təsərrüfatı düşürəm. Yox, daha çox qurumlarla bağlı düşür. Diaqnostikdə elə bil 2 dənə idi. Biri ən böyük Türk dövləti idi. Bəlkə əlaqələndirib salıblar, amma yəni mən özümü bildim biləli 2017-16-dan bu tərəfə abituriyentlərdə bir dənə düşür. Yəni mikrofonları söndürəcəm. Aha, burada mən həm müstəqil Türk dövlətlərindən danışacağam. Burada da Türk qurumları var. Bir-bir yerlərini göstərib o şəkildə haqqında məlumat verəcəm. Dərsi də bir dənə baxım rekord eləyirəm. Elə bunu baxıb dinləsəz düşünürəm ki, kifayət eləyəcək. Ümumiyyətlə Türk dünyası əvvəlcə deyim ki, elə bil ki 4 yarım qrupa bölünür. Oğuzlar, Qıpçaqlar, Uyğurlar, bir də ki Bulqarlar. Birinci Oğuzlardan danışım. Oğuzlara
Türklər, Türkmənlər, Azərbaycanlılar, sonra Krım tatarları, Ahıska türkləri bunlar daxildir. Uyğura elə bil ki, Xakaslar, Şorlar, Özbəklər, Qızıllar, bir də ki, Tıvalılar. Bunu öyrənməlisiniz, çünki düşür. Bir də var Qıpçaq. Qıpçaqlar bütün Q hərfi ilə başlayanlar. Qazaxdır, Qaraqalpaq, Qumluq, Qırğız, Noqay, bir də ki, Altay əlavə olaraq. Noqay, bir də ki, Altay. Bir də var Bulqara. Bulqara, Tatar, Başqırt, Qaraçay, bir də ki, Karaimlər daxildir. Bunlar elə bil ki, o 4 dənə yarım qrupu və ona daxil olan ölkələrdir. Burada müstəqil türk dövlətləri verilib. Mən indi bunları əhalisinin sayına görə düzüm. Demək, əhalisinin sayına görə birinci yerdə Türkiyədir. Türkiyədən sonra gəlir Özbəkistan, Özbəkistandan sonra Qazaxıstan, Qazaxıstandan sonra Azərbaycan, Qırğızıstan, bir də ki, Türkmənistan. Sahəsinə görə isə söhbət müstəqillərdən gedir də. Qazaxıstan birinci yerdədir, sonra Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, ən balacası isə Azərbaycandır. Urbanizasiyaya görə birinci yerdə yenə Türkiyədir, Qazaxıstandır, Azərbaycan, Türkmənistan, Özbəkistan, bir də ki, Qırğızıstandır. Sonra Türk dünyasının ən çökək yeri, yəni fizikidən yadımıza salım ki, Turfan çökəkliyidir. Sintezisyan Uyğurda -155 metrdir. Sonra Qazaxıstanda da Karagiye çökəkliyi var, -132-yə bərabərdir. Ümumiyyətlə Türklər yerləşdiyi iqlim qurşaqları gördüyümüz kimi elə bil ki, yuxarıdan gəlsək, indi o türk qurumlarından gedəcəyik. Arktik, subarktik, mülayim, subtropik qurşaqda yerləşir. Yəni bu onların yerləşdiyi 4 dənə iqlim qurşağında bunlar yerləşir. İndi tək-tək elə bil ki, necə deyərlər, ərazilər haqqında danışacağam, amma əsas bizə lazım olan birincisi Türkiyə. Yəni bir mən danışım, o necə deyərlər, faydalı qazıntını da içinə qatacağam. Birinci gördüyünüz Türkiyə. Türkiyə yadınızda saxlayaq ki, 97% Asiyada, 3% Avropada yerləşir. Avropada yerləşən hissəsi də adlanır Frakiya ya da ki, Trakiyadır. 8 ölkə ilə sərhəddi var. Baxın, 8 ölkə. Bunlar hansılardır? Demək, bu 8 ölkə bu tərəfdən gəlim. Suriya, İran, İraq, bunlar türk deyirlər. Suriya, İran, İraq. Sonra Bolqarıstan, Yunanistan, sonra Bolqarıstan, Yunanistan, Gürcüstan, bir də ki, Azərbaycan. Bu ölkələrlə həmsərhəddir və ölkədə ərəblər var, kürdlər var. Milyonçu şəhəri bir dənə İstanbuldur. Daha sonra var Ankara, İzmir, Bursa, Adana kimi şəhərləri var. Bu ərazidə Anadolu yaylası var. Şimaldan Pont, cənubdan isə Tavr dağları ilə əhatə olunmuşdur. Ərazidə bax bu gördüyünüz Van gölüdür. Van gölündən türklər çox istifadə edir. Pont Tavrı dedim. Bir də ən hündür zirvəsi də Ağrı dağıdır. 5165 metrə bərabərdir. Tupqaldan 1000 metr elə bil ki, hündürdür. Van gölündə dedim və qismən Qaradəniz sahillərində bunun neft ehtiyatları var Türkiyənin. Son dövrlərdə elə bil ki, kəşf olunur. Sonra çayları. Dəclər, bir də ki, Fərat çayları var ki, baxın buradan gəlir. Türkiyə ərazisindən başlayırlar və Fəratın üstündə Fırat nehri deyirlər də onlar. Keban, bir də ki, Atatürk su anbarları var. Burada elə bil ki, daş kömür ehtiyatları var. Bu da Zonguldaq Ereğli ərazisindədir. Zonguldaq Ereğli daş kömür. Əsas gəlir mənbəyi də əlbəttə ki, Türkiyədə turizmdir. Başqa da belə qeyri-adi bir danışacağım bir şey qalmadı. Türkiyə haqqında ərazisinə görə, bir də ki, urbanizasiya səviyyəsinə görə Türk dövlətləri içərisində birinci yerdədir. Növbəti elə bil ki, Türkiyədən sonra keçək. Burada məsəl üçün Qazaxıstandır. Qazaxıstan ümumiyyətlə bilirik ki, dünyada sahəsinə görə ilk onluğa daxil olub.
belə deyim sizə 9-cu yerdədir dünyada sahəsinə görə. İndi gəlin sərhədlərinə baxaq. Sərhədləri təbii ki, Rusiyadır. Rusiya. Sonra burdan Türkmenistandır. Türkmenistandan sonra gəlir Özbəkistan, bir də ki Çin. Baxın, bir də ki Qırğızistan. Bax, Rusiya, Türkmenistan, Özbəkistan, Qırğızistan, bir də ki Çin. Elə bu aydın xəritədə bunlar görünür. Sıxlıq çox aşağıdır. Bir də keçən dəfə 11-ci sinifdə 1-ci mi, 2-ci mi paragrafı təkrar eləyəndə görmüşdük ki, orada əhalinin əksəriyyətini qazaxlar təşkil edir. Həmçinin ruslar və digər Mərkəzi Asiya ölkələri də həmin ərazidə yerləşir. Sonra Qazaxıstanın paytaxtı Nur-Sultandır, köçürüblər son məlumat olaraq və Almatı əvvəlki paytaxtıdır. Həmin ərazidə. İqlimi də nədir? Əlbəttə ki, mülayim kontinental iqlimdir. Sonra ərazidə həmçinin Qaragiya çökəkliyi yerləşir. Ural çayını bilirik də, Rusiya və Qazaxıstan ərazisindən keçir və Xəzərə tökülür. Həmçinin Emba çayı da Xəzərə tökülür. Sırdərya çayı var, o da Qazaxıstan ərazisindən keçərək belə deyə Aral dənizinə tökülür. Və Sırdəryanın üstündə Çardərə su anbarı var. İrtış da Obun qoludur. Onun üzərində də Buxtarma, İlinin üzərində də Kapçakay su anbarı var. Həmçinin Zaysan, bir də ki Alagöl kimi gölləri var. İndi mən bir də ki dəmir yol. Hamısında da bilirsiniz nə var? Qaragül qoyunçuluğu. Bunu ümumiyyətlə dünyanın bir çox ölkələrində qəbul etmirlər. Onlar elə bir qoyunun dərisini soyurlar da ona görə. İndi faydalı qazıntılarını deyim. Faydalı qazıntılarından neft, Tengiz, Turqay, bir də ki Mangistaudur. Sonra qaz, Uzen Mangistaudur. Demək, Mangistauda həm neft, həm qaz var. Dəmir filizi Kustanaydır. Mis də Balxaş, bir də Cezqazqan. Balxaş, bir də ki Cezqazqan. Burada misdir. Ondan sonra gəlir Özbək. Həmişə deyirəm, Özbəkistan deyəndə ilk ağlımıza nə gəlməlidir? Təbii ki də pambıq, yəni Özbək malları deyirlər də. Orada pambıqçılıq çox inkişaf edib. İndi gəlin elə bil ki, bunun qonşu ölkələrinə baxaq. Qazaxıstan. Sonra Türkmenistan, Türkmenistandan sonra Qırğızistan. Türk olmayan Əfqanistan, bir də ki Tacikistanla sərhəddə. Əfqanistan, baxın, bir də ki Tacikistanla sərhəddə Özbəkistan. Burada da Özbəkistan ərazisində ən çox testə düşən Qızılqum səhrası var. Qızılqum və Amudərya, Sırdərya, Zərəfşan kimi çaylar həmin ərazidədir. Bir də burada Çirçik çayı üzərində Çarbaq su anbarı var, qəribə adları var. Uran ehtiyatları var. Qızıl ehtiyatı var. Özbəkistanın Murantau, Urtabulaq qaz yatağı var. Bir də ki Angren Şarqun. Angren, bir də ki Şarqun daş kömür. Bunu yəqin ki çox qabağınıza çıxıb. Yenə deyirəm, burada Qazaxıstandır, Türkmenistandır, elə bil ki Qırğızıstandır. Tacikistanla da Əfqanistan isə türk olmayan ölkədir. 5 ölkə ilə sərhəddi var və əhalisinin sayına görə Özbəkistan 2-ci yerdədir. Bir də orada yenə Qaragöl qoyunçuluğu var. Avtomobil nəqliyyatı yaxşı inkişaf edib. Bir də Özbəkistanda Qaraqalpaq Muxtar Türk dövləti var. Qaraqalpaq Muxtar Respublikası. Məsələn, Azərbaycandan Naxçıvan Muxtar Respublikası olduğu kimi, burada da Qaraqalpaq Respublikası var və pambıq yığımına görə Türk dünyasında birincidir. Həmçinin dünyada da yəni özünə məxsus belə deyək də yerə malikdir Özbəkistan. Özbəkistandan sonra gəlirəm Qırğızistan. Burada belə deyim də hamısının bayraqları da göstərilib 7-ci sinifdə olan bir nədir? Qırğızistan, qırğızlar. Gəlin baxaq. Baxın. Qırğızistan bu ərazidə yerləşir. Sərhədləri Qazaxıstan.
Özbəkistan, Tacikistan, bir də ki Çinlə həm sərhəddir. Qələbə piki bu ərazidə yerləşir. Qırğızistanda demək 7439 metrə bərabərdir. Paytaxtı da məlum məsələ Bişkekdir. Ərazidə Issıqqul gölü var. Bilir ki, burdadır. Ən böyük dağ göllərindən biridir Issıqqul və beynəlxalq turizm əhəmiyyətlidir. Aparıcı yerdə təbii ki, avtomobil nəqliyyatı var. Bir də ki, Qırğızistanda Fərqanə vadisi yerləşir. Orada da bilirsiniz ki, pambıq əkinləri var. Issıqqul da duzludur. Dağ gölü olsa da Issıqqul duzlu göldür. Ən hündür dağ göllərindən biridir Issıqqul. Bunu yadınızda saxlayın. Baxın budur Issıqqul. Baxın burada Qazaxıstan tərəfdə biraz yerləşir. Fərqanə vadisi də baxın bu əraziyə düşür təxmini olaraq Fərqanə vadisi. Burada Cəlalabad rayonu şəhəri filan var. Bax bu da bu hissədə təxminən yerləşir. Tianşan baxın bu hissəsindən keçir. Tianşan həmçinin Qələbə piki də bu ərazidə yerləşir. Sonra gəlirik Türkmənistan. İndi gəlin Türkmənistanın qonşularına baxaq. Qazaxıstandır. Qazaxıstandan sonra gəlir Özbəkistan, sonra Əfqanıstan, bir də ki İranla sərhəddə. Demək, burada var Qaraqum səhrası. Sonra İranla sərhəddində baxın bu hissədə Kapet dağ yerləşir. Kapet dağ. Həmçinin baxın bu ərazidə Qarabağazqol körfəzi sahilindən Qlaber duzu çıxarılır. Qlaber duzu da torfu oxşuyurdu. Bilmirəm yadınızdadırmı? Elə bir Qlaber duzunun içi doluydu, torfun isə içi boş formadaydı. Bu da elə bir ki Qarabağazqoldan, Türkmənistandan çıxarılır. Paytaxtı Aşqabaddır. Həmçinin ölkədə baxın şimal hissədə təxmini bu ərazilərdə Sarıqamış gölü var ki, oradan da elə bil ki duz çıxarılır. Türkmənistan əvvəlki biliklərinizi yadınıza salım. Elə 7-ci sinifdən Türk Dünyası belə deyək də təşkilatına daxildir. Türkmənistanla Macarıstan müşahidəçidir. Türk Dövlətləri Təşkilatında Türkmənistanla belə deyək, Macarıstan müşahidəçidir. Xəzərdə Oqurçi adası var. Bir də ki Qaraqum səhrası bu ərazidə yerləşir. Qaz yataqları var. Çələkəndir, sonra Marıdır, bir də ki Buxtarmadır. Bir də əlavə olaraq sizə deyim ki, Amudərya, Tacikistan, Türkmənistan, bir də ki Özbəkistandan keçir. Sırdərya isə Qırğızistan və Qazaxıstandan keçir. Belə hər ikisi bilirik də arala əslində tökülür, əslində tökülmür. Amma Sırdərya sırf Türk çayıdır. Yəni sırf Türk dövlətləri ərazisindən keçir. Bu da müstəqil Türk dövlətləri haqqında bütün deyəcəklərimizdir. Məsələn, Türkiyə sırf subtropikdə yerləşir. Qazaxıstan mülayimdə yerləşir. Sonra Türkmənistan həm mülayim, həm subtropikdə yerləşir. Azərbaycan mülayimdə, subtropikdə yerləşir. Ərazi, yəni iqlim olaraq. İndi gəlim, burada çox maraqlı bir hissə var. Bu da bunlar Rusiyanın tərkibində olan türk qurumlarıdır. Baxın, Saxa-Yakutiya bu ərazidə yerləşir. Saxa-Yakutiya. Sonra bu Sibirdir. Bununla yanaşı Sibirdə var Altay, baxın Altay, Tıva, Xakasiya. Altay, Tıva, Xakasiya Sibir regionunda yerləşir. Sonra Volqa boyu ərazidə Tataristan, baxın Tataristan, Başqırdistan, bir də ki Çuvaşiya, Tataristan, Başqırdistan, Çuvaşiya. Bir də baxın, burada necə deyirlər, Cənubi Qafqazda Kabarda-Balkar və Qaraçay Çərkəzlər yerləşir. Bu Volqa-Uralda Tataristan, Başqırdistan, Çuvaşiyadır. Bunlardan elə bil ki ən kiçik Çuvaşdır. Bir də yadınızda saxlayın.
O Tataristanda KAMAZ markalı avtomobillər necə deyərlər, ixrac olunur. KAMAZ, Tatar, burdan yadınızda saxlayın. Və bunlar da faydalı qazıntı cəhətdən zəngindirlər. Xüsusilə neft ehtiyatları var həmin hissədə. Sonra bunların dini inancları var. Dini inanclarında yakutlardır, dolganlardır. Bunlar şamanlardır. Hıvallar Buddistdir. Bir də o Türk dünyasının o əvvəlki hissədən demişdik də. H-H, Hakaz, Altay şamandır. H-H, Hakaz, Altay isə şaman elə bil ki etiqadına şamanlığa sitayiş edirlər. Onda xüsusi belə adətləri filan var. Sonra gəlirik. Məsəl üçün orada türklərdə əvvəl keçilirdi 11-ci sinifdə, nə bilim, dil birliyi var, əxlaq birliyi var, tarixi birlik var. İlk olaraq isə Qaqavuz, bir də ki Karaimlər, Avropoiddir. Uyğur, Yakut, Yığ, Yakut, Uyğur, bir də ki Qırğız isə Mongoloiddir. Yəni gözləri belə çəkik olanlarda. Və türklər də 2-ci, bir də ki 5-ci əsrdən sonra bu ərazilərdə, Mərkəzi Asiyada məskunlaşıblar xalqların böyük köçündən sonra. Belə. Bu da Türk dünyasıdır. Yenə dediyim kimi əsas hissələrə diqqət etsəz, yəni sual düşəndə əsas onlardan düşür. Bir də burada məsəl bir məsələ var idi. Səadət müəllimə, siz vermişdiniz. Mən bunu işlədim. Əslində çox belə dedim video çəkəcəm. Qaldı bu. Amma işləmişəm. Bir dənə onu sizə izah eləyim. Sertifikasiya. Dünənki o üzüm məsələsi var idi. Əslində baxıram. O qədər də problemli bir məsələ deyil. Sadə bir riyazi həldən ibarət olan məsələdir. Gəlin baxaq bura. Uzun oxumayacağam. Sadəcə bizə deyir ki, sahibkar 2021-ci ildə üzümə investisiya qoyub, 5 ildə məhsul nəzərdə tutulmayıb. Bax, mən yazdım bura. 2021, 2022, 23, 24, 25, bir də 26-da. 5 il müddətində heç bir nə olmayıb. Necə deyərlər? Gəlir olmayıb. 6-cı ildə, yəni 2027-də bu 30.000 gəlir əldə edib. 2030-a qədər hər il 1.5 dəfə onun gəliri artıb. Baxın, 2027-də 30.000-dirsə, 28-də 30.000 vur 1.5, 45.000. 29-da da 45.000, 2030-da da 45.000. Bax, deyir, birinci məhsul yığımından 1.5 dəfə çox. Əvvəlkindən çox demir. Birinci məhsuldan 1.5 dəfə çox. O da olur 30.000 plus 45.000 plus 45.000 3 dəfə 45.000 plus 30.000. O da edir 165.000 A bəndi. Fikrim aydın oldu mu yoxsa yazı mı? Yox, mənim lazım deyil, ehtiyac deyil. Çox sağ olun. Yəni çox adi, sadə bir şeydir. Sadəcə mən yazdım 2021, 2022, 2023, 2024, 25-ə qədər heç bir sıfır gəlir. 2026-da da 0 gəlir, 27-də 30.000, 28-də 45.000, 29-da 45.000, 30-da 45.000 gəlir əldə olunub. Bunların hamısını topladım. Yəni sadəcə 30.000-i bir dəfə 30.000, uzun sözün qısası, bir il 30.000, 3 dəfə də 45.000 gəlir əldə edib. 2030-da daxil olmaqla. O da 165.000. 110.000 yox, 165.000 gəlir əldə edib. İndi gəlin dünənki güvən testlərinə baxaq. İkinci hissədə inkişaf etmiş, etməkdə olan ölkələri vermişdim. Çox da maraqlı test idi. Xeyli də düşünürəm mürəkkəb testi idi. Orada çünki Çətin idi. bəli, bütün hamısını qatmışdılar orada. Müqayisələr adamı çaşdırır, müəllimə. Çox müqayisələr. Ona görə məsəl üçün Həyat müəllimə mənə soruşmuşdu ki, bəs biz niyə inkişaf etmiş etməkdəni qoymuşuq orada? Səbəbi o idi ki, ən axırda işlənməli idi onlar. O biri tərəfdə də məncə DİM-də də qoymuşuq onları biz. DİM-də qalıb. DİM-də birini işləmişdim, o rahat idi. Bu çox çətindir.
Bəli, mən də qəbul edirəm ki, çətindir. Bunun səhifəsini mənə desəydiniz, məncə Məndə bundan çox- əvvəl Səhifə olmuş. 150 falan, 150-dən Aha, 150 bunun yaxın əvvəlidir. yerlərdədir. Tapdım müəllimə. Dəqiqə. Budur. Buyurun. Mənim sualım yoxdur. Yoxdur. Sualınız varsa deyin, yoxdursa test işləyək. Test işləyək müəllimə. O sinif testlərin işləsək yaxşı olar bu dərslərdə. Yox, burada çox uzundur. Onu çatdırmaq mümkün deyil. Mən onu sizə evdə kimi verirəm. 2 gündən bir həm sinif testlərini verirəm. Biz gələn dərsdən artıq ümumi testlərə başlayacağıq. Sinif testi bilirsiniz necədir? Sizə hansı ki kitabları bitirdik biz. 9-u bitirmişik, 10-11 qalıb da. Onun bir növ refleksiyası kimidir o. Yəni o uzun testləri burada çatdırmaq, yəni mümkünatı yoxdur. Ona bir bir 3 ay falan da işləməliyik. Siz işləyin. Hər hansı bir sualınız olanda mütləq şəkildə qrupa atın. Mən bəzən görürəm ki, məsəl üçün Gülyan müəllimə cavab verib, ya Nərgiz müəllim, görürəm ki, heç bir problem yoxdur da. Yəni olduğu ki, mən də onu deyəcəm də. Bir də əlavə deməyə nə gərək var? Yəni sizin hər hansı bir yerdə probleminiz varsa, mütləq şəkildə atın. Yəni qrup bizim istifadəmiz üçün də. O testlər yenə deyirəm, sizə necədir bilirsiniz? Refleksiya var ya. Bax refleksiya kimi bir şeydir ki, siz onu refleksiya eləyirsiniz sadəcə ki, bu tərəfdə bütün çalışma, yəni dərslikdəki çalışmalara diqqət etsəz yerində. O tapşırıqlar dərsliyin çalışmalarının tapşırığıdır. Dərslikdə biz çalışma işlədik ki, bax onun çalışmasıdır. Mənim kitabımda da hər bölmənin 4 variantı var. Hələ mən onları da baxıram. Böyük summativdə yaxşı suallar var. Bunu atacağam. Bu bölməni bitirin, ondan sonra nədir? O sizin dərsliyinizdə köhnə nəşrdə bəzi kitablardan çox məlumatları çıxarıblar axı. Onları çıxarıblar. Sizin maraqlı deyəcəm müəllim. Bu dimdən güvəndən o qədər maraqlı gəlir mənə o siz atan 9-cu sinif testləri. 2023-dür, təzədir. Hələ 10-11-ini də almışam, düşünün. Yəni təzə Məndə eləmişəm. 8-i də var, 8-ci sinif kitabı da var. 8 çox nədir? Mən sinifdə də şagirdlərə işlədirəm. 8 asandır, yəni dimdən də asandır. 9, 10, 11-i işləsək, yəni yenə deyirəm, mən onu sizə bilsiz necə eləmişəm? 60-60 testi. 2 gündən bir 60 testi mənə atmaq məncə çox da çətin olmamalıdır. Onda gəlin, deyin. Nəsə deyirsiz, sözünüzü kəsdim. Orada da başa düşmədiyimiz şeylər olur, ona görə deyirəm. Yoxsa çətin deyil, çox rahatdır. Elə onu demək istəyirəm də, nəyi başa düşmürsünüzsə atın, çəkinməyin. O qrup sizin üçündür. Yəni ola bilər bəzən dərsdə oluram filan. Yəni mənim üçün heç bir problem yox. Sadəcə baxıram, məsələn keçən dəfə Gülyan müəllimə tam şəkildə izahat verib. Mən eyni şey deməyin bir mənası yoxdur deyə cavab neynəmədim. Amma baxdım ki, heç bir problem yoxdur. Özdə nəsə atdığım hissələrdə çox qəşəng şəkildə dimin özünün verdiyi cavablardır. Yəni dimin həmin testin cavablardır. Yəni o dimdə bilirsiniz də iş necə gedir. Çox bir sıra müəlliflər onu yoxlayırlar. 5-6 dəfə süzgəcdən keçir. Bu adi bir test kitabı deyil o. Olar. Ona görə yəni çox qəşəng bir şəkildə verilib. O da əlavə ödənişdən bilirsiniz də əldə olunur. Cavab kartı da, özü də ona görə. Belə. Gəlin Azərbaycanın sənaye və kənd Onda siz göndərən sözünüzü kəsdim, bağışlayın. Onda siz göndərənləri işləsək bəsdə, mən də o birisləri işləməyim. Onu demək istəyirəm də. Məsəl üçün 10-cu sinifdə nə qədər dərslər çıxarılıb, yeniləri əlavə olunub. Bəzi məlumatlardan tamamilə, hətta əvvəlki dərslikdən yeni dərslik arasında çalışma fərqləri də var. Yəni çox çalışmadan azad ediblər. İndi əlavə işləməyin mən ona görə sizə dedim də. Siz dediniz məndə var eynidir, mən daha heç nə demədim. Amma yəni o əlavəsinə nə gərək var da? Bu adamlar təzələşdiriblər də bu şeyi. Ona görə mən sizə üçün demədim. İstəsəz özünüz işləyərsiniz. Onda gəlin Azərbaycanın sənaye və kənd təsərrüfatını işləyək. Qəşəng də bir nəyimiz var, vaxtımız var. 2 gündən bir bölməni atacağam. İmtahana qədər bütün bölmələri bitirəcəyik. Allah qoysa. Növbəti dərs sizə Türk dünyasını soruşub. Ondan sonra isə təkrar üçün tapşırıqları verəcəm. Mən o qrupa nöqtə qoyub atdım mən. O suala bir dənə baxa bilərik.
Həyat müəllimi atmışdı. Aha. Mən başqa variant dedim. Çünki Yanıq müəllim başqa variant. Hansı düzdür? Onda ona baxmamışam. Dəqiqə. Onda ona baxmamışam. Dağlıq ərazilərdə torpaqlar, demək, Hə, bu sual. necə? Heç nə bu sual deyirəm, hə. Burada E variantıdırmı, A-dırmı? Azonal. Elə. Bəs A ola bilməz müəllimə şaqli qurşaqlıq. Orada təbii zonalar, nədir bu? Landşaftda şaquli qurşaqlıq var. Bütün dağları, baxın, bu tam təzə testdir. 2023 model testdə azonallıq. Əvvəllər biz bilirsiniz azonal nəyi götürürdük? Talış dağlarını götürürdük azonala. Nə bilim digər əraziləri götürürdük. Amma çox maraqlıdır. Bu yeni 10-cu sinif hansı ki Qarabağ qələbənin amilləri filan olan dərs əlavə olunan dərslik var. Orada çalışmada da əslində biz işləmişik, yəqin fikir verməmisiniz. Orada azonal götürülür. Bütün dağlıq ərazilər. Deyir ki, yəni dağlıq varsa demək azonallıq var. Pozulma var hardasa. Bizim bu Böyük Qafqazda da var. Nə bilim digər ərazilərdə, Kiçik Qafqazda da var azonallıq. Bütün dağlıq ərazilər. Şaquli qurşaqlıq biz götürürük. Landşaftı. Yəni bilirsiniz, orada pozulma yoxdur da. Meşənin çölün üstündə meşə gəlir, meşədə üstündə çəmən, subalp, alp, subnival, nival bu şəkildə paylanır. Fikrim bilmirəm, aydın oldu mu sizə? Bəli, müəllimə. Yeni, bu 2023'də. Belə. Üzr istəyirəm, mən onda tam səsləri dinləməmişəm, bəzilərinə baxdım o şəkildə. Amma bu dəfə söz verirəm, daha hazır baxacağam. Söz verirəm. Onda başqa sual yoxdursa, gəlin başlayaq. Elə Nərgiz müəllimə, birdən başlayın. Həmişə sizi axıra salım. Respublikamızın qara metallurgiya sənayesinin əsas mərkəzləri Daşkəsən, Bakı, Sumqayıt. 1-2-5. Respublikamızın sənayesinin ixtisaslaşma sahələri 2 olar. 5-i çıxaram. 3 olar. Neft-kimya, neft-maşın qayırması, bir də yanacaq energetika B variantı. Olanımız. Azərbaycanda hansı sənaye sahələrinin coğrafiyası daha genişdir? Bizdə polad əritmə yoxdur. 2 çıxar, 6 çıxar. Konserv, çörək bişirmə, neft-kimya B variantı. 3, 4, 5. İyemlərin mövcud olduğu şəhərləri seçin. İyem. Bir dəqiqə, deyir, coğrafiyası daha genişdir də. Məsəl üçün, bizdə çörək bişirmə o qədər deyil axı. Hə, onda çörək bişirmə geniş deyilsə... Yox, çörək bişirmə genişdir, daha doğrusu üzr istəyirəm. Neft-kimya geniş deyil bizdə. 1-4-5 onda. Bəli, 1-4-5. Çörək bişirmə hər yerdə var. Bəli. Və xalçasızlıq məsələsi. Bəli. Toxuculuq daha yaxşıdır bizdə. Amma neft maşın qayırması kimya o qədər deyil. Kimya yox. İyemlərin mövcud olduğu şəhərlər Bakı, Sumqayıt, Gəncə. İstilik elektrik mərkəzləri. Əhali tələbatını ödəyən təsərrüfat sahəsi, neft sənayesi. Oxuyum ardında yoxsa 5 dənə? 5 oxuyaq, zəhmət olmasa müəllimə. Gülyanaq müəllimə 6. Aha, xalq istehlakı malları istehsalına daxildir. Xalq istehlakı yüngül sənayedir. Bəli. Xalqın istifadə etdiyi. 7. Həm ağır, həm də yüngül sənaye müəssisələrinin olduğu şəhərlər. Həm ağır, həm də yüngül. Dəqiqə. Gəncə, Sumqayıt, Mingəçevir. Bəli. Devəndim. Respublikamızda yüngül sənaye məhsullarının əksər hissəsi aiddir. Yüngül. Əksər hissəsi. Dəqiqə. Toxuculuqdur. Bəli. Digərləri demək olar ki, inkişaf etmir.
Respublikamızın əsas sement istehsalı müəssisələri harada yerləşir? Sement Holding şirkəti olan elə Bakıda, Qaradağ. Qaradağ. Bakı gedirdi onda. Bəli, bəli. Qaradağda holdingdə nə oldu bə? Nədir? O da sementdir, amma məncə onun markalaşmış formasıdır. Qaradağ yatağın adıdır. Hə, Zavodun belə deyək. Məncə bəli. Holcim onun markasıdır da, yəni o nəyin markası. Bəsində. Hə, 10-da Azərbaycanın ən böyük elektroenergetika mərkəzləri. Şirvan olar, Şirvan, Mingəçevir, 2, 3, yox. Bakı, Abəndə mən. Tamamilə doğru mən. Şəmkir, Şəmkirdə ağlıma gəldi, amma deyirəm elə variant yox. O Şəmkirdə ikinci yerdədir. Amma elektroenergetika dediyi üçün bura İES-də daxildir. Hə. Bu əvvəl birinci yerdə Şəmkir idi, sonra Mingəçevir idi. Mən də məsəl üçün oxuyordum ki, əvvəl odur. Sonradan öyrəndim ki, Mingəçevirə əlavə turbinlər qoşublar, Şəmkirdən daha güclü eləyiblər. Gücünə görə birinci yerdə Şəmkir. Bəli. Əvvəllər Şəmkir idi. Bəli. Əvvəlki nələrdə oldu? Aha. Səadət Hanım mikrofonu açmışkən oxuyun. Demək neçə 11. Bilməlmə. Respublikamızda ümumi daxili məhsulun strukturunda hansı sahənin payı daha yüksəkdir? Ümumi daxili məhsulun payı müəllim kənd təsərrüfatı. Diaqramı var idi. Sənaye. Sənaye müəllim. Biz sənaye ölkəsiyik. Sənayedir. Xəritə çıxımı əsasən alüminium sənayesinin inkişafı etdiyi məntəqələrin müəyyən. Alüminium müəllim. Demək, bir haradır? Daşkəsəndir. Sonra bir də ki 3-də Sumqayıt. Yox, 5-də o nədir müəllimə? Gözüm yaxşı görmədi. Gəncədir. 3 Gəncə. Hə, 3 Gəncə, oradan hara gedir? Sumqayıta müəllimə. Bəli, 1-3-5. 5. Hə. Demək yazmadım. Hə. Azərbaycan metallurgiya sənayesinin perspektiv inkişafına səbəb olan nə idi mənim? Amillərdən deyil. Hə. Tamamən. Müxtəlif metal tullantıları, aqroeqlim ehtiyacının olması, təcrübə hazırda yerli ümidinin deyil. Deyilsə, bu aqroeqlim ehtiyatların bolluğu var, amma ona nə dəxli var ki? Bəli. C variantı. Siz dediyiniz kimi dəxli yoxdur. Rayonlardakı ətli südlük zebu və zebiyə bənzər. Lirikdə yardımlıdadır müəllimə. Zebu zebiyə bənzər. Düzdür. 15. 15. Verilmiş əlamətlər bir dəqiqə. Verilmiş əlamətlər heyvandarlığın hansı sahəsinə aiddir? Yay və qış otaqlarının əsaslanan ənənəvi o şey olacaq müəllimə, qoyunçuluq. Bəli, yemə az tələbkardır filan, nə biləm, balbaz, qaradolaq. Balbazdır, qaradolaqdır, qala. Düzdür. Həlalə müəllimə, buyurun. Mənim 16 elə. Bəli. Dəmiyə əkinçiliyi üçün əlverişli olan ərazilər. Müəllim, dəmiyə əkinçiliyi adətən dağlıq ərazilər üçündür. Şamaxı, İsmayıllı, Qanıq, Əyriçay. Respublikamızda müvafiq olaraq yazılıq və payızlıq taxılın əkildiyi inzibati rayonlar. Mənim yazılıq dağlıq ərazilər üçün xarakterikdir, payızlıq da yazılıq dağlıq ərazilər üçündür, payızlıq da düzənlik. Bir də Şəki, İsmayıllı, Şamaxı 1-3-5. Payızlığa da Sabirabad, Ağcabədi, Beyləqan.
Birdən də 17-dən. 18. Xəritə sxemə əsasən suvarma əkinçiliyinin üstün olduğu ərazilər. Bunlar da mənim isti ərazilərdir. Bəli. 3-dür, 2-dir mərkəzi aran, bir də 5-dir. 3, 5. Y bəndi düzdür. Azərbaycanın çox hissəsində qışın mülayim keçməsi səbəb olur. Aqroiqlim və torpaq itirimi bu yox. Mədəni bitkilərdə vegetasiya bu da yox. Yay vaxtı suvarmaya ciddi tələbatın olması, mülayim olması. Mən D variantı istehsal və məişət mülayim olursa qış, istehsal və məişət xərclərinin azalması. 20 xəritə sxemdə müvafiq olaraq yay və qış otlaqları. Mənim yay otlaqları dağlıq, qış otlaqları da düzənliklər üçündür. Bu da yay otlağına aid, yay otlağına aiddir. Mən rəqəmlər görmürəm. Mən 3 Qarabağ vulkanikdir. Düzdür 3. Sonra Talış dağlarıdır. Bir də mənim o yan silsilədir nədir? O yuxarıda 8-dir. bəli 8. 3, 7. Ayrısı da var mənim 4 dənə rəqəmdir. Bir də mənim Zəngəzur dağları. Zəngəzur zonası. Bəli, bəli. 2, 3, 7, 8. Qalanlar da olur qış otlaqları. Bəli. Çox sağ olun müəllimə. Orada bir müəllimə dərələyəzə düşmür. 1. Bəli. Bir an. Onu nə götürdünüz? Qış. Bunu qış götürdüm mən. Niyə müəllimə? Dağlıq deyil. Yox, iqlimi. Yayı quraq keçən soyuq iqlimdir. Orada yay otlağı kimi istifadə olunur həmin ərazidən. Bir axı 2-yə qışa götürdünüz. İkinci. Qış otlağı kimi istifadə olunur da, yayı quraq keçir, qışı yaxşı keçir. Hə, dağlıq olmasına baxmayaraq İqliminə görə. Əsas baxın 3, 7, 2, bir də ki 8. Deyərdim ki, buralarda biraz tundra meydana gəlir. Bu ərazidə də qış yay otlağıdır həmin ərazi. Həyat müəllimə qaldı da. Həyat müəllimə 21. Mən çıxmaq istəyirəm. Gələn var. Olar müəllimə, olar. Sağ olun hamınız. Sağ olun. Ekranı itirdim bir dənə baxım. Mən hara getdim? Oyda. Hə, gəlmişdi. Deyəm, bir dəqiqə deyəm. Üzrü sayın. Hə, neçədir? 21. 21. Hə. Azərbaycanda əkin sahələri daha məhdud olan texniki bitkilər. Əkin sahələri daha məhdud olan. Xına, zəfəran, bir də günəbaxan olan 1, 5, 6 var. Y variantı. Y variantı. Düzdür. Əslində mənə günəbaxan çox deyil. Mən hara yol boyu hara baxıram görürəm da, yəni belə mövsümündə. Bizdə az əkilir. Zəfəran bir dənə deyim. Çay amma Astara Lənkəranda bitir də təkcə, amma Zaqtalı. günəbaxanı Allahın yığlağında da bitirirsən. Qaldı ki. Allah'ın yılları. Yəni torpağımız sorandı da, müəllimə heç necə deyim, kəndləri biraz yaxşıdır o mənada. Amma Bildimi nə deyirsiniz mən? çay misal 2 dənə rayonda bitir, amma günəbaxan hansı rayonda? Dağda da görürəm, düzəndə də görürəm. O mənada deyirəm ki, biraz adama Yəqin ki, o gəldi. əkilir, istifadə olunmur həmin nələr, necə deyim, Tutalım çayı əkilir, konkret çay markamız var da, yəni Hə. Tala çayı belə, nə bilim, Lənkəran çayı belə.
Yəqin ki, Günəbaxanda istifadə olunmur. Sadəcə yerli əhəmiyyətlə əkilir. Nə bilim, hamı bağında əkir, istifadə edir, ifsiyo. Yoxsa xüsusi bir brendləşmə yoxdur Günəbaxanda. Tərtərdə var, elə bil ki, o patron Bunlar. Aha, sımçqaların zavodu. bəli, bəli, düzdür. 22 Azərbaycanın ən böyük meyvəçilik rayonu. Qubaydı ya Abşeron. Abşeron, Meyvəçilik, Quba ya Abşeron. Quba, 22 Quba, 23. Abşeronda nə meyvə? Azərbaycanda becərilən texniki bitkilər. Texniki deyirdim. Arpa, buğda, qardalı D variantı. Texnik bitkidir olar. Taxıldır mənim Olar. olar. Onlar dənli bitkidir. Bəli. Texniki bitkilər. Çay, pambıq, tütün. Təbii ki də. Avariya. Təbii ki də. Avariya. Kətan yoxdur, qəhvə yoxdur, kətan yoxdur. 24. Respublikamızda kənd təsərrüfatının hansı sahələri daha geniş yayılmışdır? Baramaçılıq, pambıqçılıq, taxılçılıq və heyvandarlıq. Y variantı. Düzdür. 25. Respublikamızda əkin sahələri arasında birinci yer tutan təsərrüfat sahəsi taxılçılıq B variantı. Bəli. Nə qədər tutsa da öz tələbatımızı ödəmirik. Nərgiz müəllimə 26. Gülyana müəllim. Gülyana müəllimə. Oxuyum müəllim. Köy ərazi ovalığında yaşayan əhalinin ənənəvi məşğuliyyət sahələri hansılardır? Tütün deyil. Pambıq, bostan, quru subtropikli B bəndi. Respublikamızın yarım səhra və quru çöllərin əsas təsərrüfat əhəmiyyəti. Respublikamızın yarım səhra və quru çöllərin əsas təsərrüfat əhəmiyyəti. Bostandır, pambıqdır. 1-4 B bəndi. Bəli, bəli. Pambıqdan bostan. 28. İxtisaslaşdırılmış tərəvəçilik rayonları. Tərəvəz. Deməli, Şəmkir, Neftçala, Xaçmaz, Qazlıq, Quba Yardımlı, Cəbrayıl, Qoğuz, İsmayıl. Y-də Qobustan olmaz. A-da Neftçala olmaz. Tərəvəzçilik deyəndə bu dəqiqə Vəkillikdə. bildim, isti rayonlar fikirləşirəm, o da elə bir rayon. Yox, istiniyə. Bəli. Yox, tərəvəz əkilən yerləri seçində, nə bilim, Qutumlu olar, Çəyirdəkli olar, nə bilim, Faraş olar, nə bilim, Qərbənli olar. Biz yetmişəm Faraş. Hə, o Faraş Lənkərandaydı da. Bəli, yəni oralarda gedirlər. Seçə bilmədim müəllimə bunu mən. B bəndi olar. Bəli, B. Hə. Neftçala getdi. Hə, oradan onu sildim. E-də Qobustanı sildim. Bəli, sildik. Buradan da Qobustan. 29. Bəli. Respublikamızda yetişdirilən əsas quru subtropik meyvələr nar, əncir, heyva. 2, 5, 6 C bəndi. 30-da bostançılığın yüksək inkişaf etdiyi inzibati rayonları müəyyən edin. Sabirabad, Saatlı, Kürdəmir. 1, 4, 1, 3, 4. B bəndi. Nərgiz müəllimə 31. Respublikamızın ağır sənaye müəssisələrindən deyil. Lənkəran konserv zavodu, İmişli şəkər zavodu, Mingəçevir pambıq parça fabriki. 2, 3, 5 B variantı. Azərbaycanın yüngül sənayesi xam malını hansı sahələrdən alır yüngül? Pambıq olar, Süçvanam, baramaçılıq, yox bir dəqiqə, yüngül yeyinti. 1, 2,
Bir də taxıl yeyintidir. Metalurgiya olmaz axı. 4, 1, 2, 3. Əlbəttə ki, da müəllimə sintetik. Süni liflər. Ben Nazifan, Naxçıvan idi. Hissələri hardan gəlir? Belarus. Kooperativləşməkdirmi, onda kombinələşməkdirmi? Kooperativləşmə. Respublikamızda ən böyük pambıq karton fabrikləri hansı şəhərlərdə yerləşir? Yəqin ki, düzən ərazilər. Mingəçevir, Şirvan, 4-6. 4-6, Bakı. 3-4-6. Biri çıxaram. İkiləri çıxaram. Biri də çıxaram. 3-4-6 Y variant. Müəllimə. Yəni, Gəncə. Başqa bir Mingəçevir pambıq. Şirvan niyə olmaz? Olmadığı üçün. Hə, düzən olduğuna görə Şirvanı da götürürdüm. Şərab istehsalının birinci mərhələsinin Qazax Tovuz, ikinci mərhələsinin isə Bakı iqtisadi rayonlarında yerləşməsinin səbəbi şərab zavodu. Xammal olar, Qazax Tovuzda xammal var idi. Bakıda da istehlakçı var idi. A variant. Tamam da doğru. Xammal və istehlakçı. Səadət müəllimə. Bəli, müəllimə. Sağ ol. Bir dəqiqə. Respublikamızda coğrafiyası ən geniş olan sənaye sahələri yeyinti, ağac, tikinti materialı, kimya, yüngül, elektronika. Demək, yeyinti, kimya, yüngül. Düz dedim, müəllimə. Bir dəqiqə, yeyinti sənayesidir. Ağac emalı yoxdur bizdə. Bir də demək, o da yaxşı inkişaf. 1, 4, 5-dir müəllimə. Yoxsa Müəllimə, bütün iqtisadi rayonlarımızda nə olmasa da tikinti materialı var. Nə olmasa səhv da. dedim. Kimya, bax yenə bayaqki səhv elədik hamımız. Meşə kimyada dedik, Nərgiz müəllimə, sonunda kimya o qədər inkişaf etməyib bizdə. O Bakı Arada Əliniz mən məktəb çıxmışdım falan. müəllimə. Narahat olmayın, prosto deyirəm yadınıza düşsün, başqa vaxt eləməyin. Səhvdə 37. Azərbaycanın yerli xammal əsasında fəaliyyət göstərən sənaye sahələri. Yerli xammal əsasında şərabçılıqdır, müəllim, pambıq təmizləmədir, bir də neft emalı. Neçə oldu? Demək, 1, 4, 5. Bəli. Kür çayı üzərində inşa edilmiş tesisləri qərbdən şərqə doğru, qərbdən. Qərbdə birinci Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Səhv dedim, yoxsa düz dedim? Yox, Şəmkir sonra Yenikənd idi. Bəli də müəllimə. Şəmkir, Amov, Mingəçevir, Yevlax. Agün müəllimə, Mingəçevir suanları deməli Qax, Yevlax, Mingəçevir, bir də hansı rayona düşür? Tərəfdən Samuxa. Şəkiyə düşür, düşmür. Şəkiyə düşür. Hə, Qax, Şəki, Yevlax, Mingəçevir, Samuxa da toxunur da. Samuxa da toxunur. Hə, Samuxa da. Samux çünki belə necə deyim? Sarırdı onu. Hə. O formada. Bir o formadadır. Bir də Sabirabad var belə bir formadadır qəribə. Sabirabadın forması. Oxuyum. Azərbaycan yüngül sənayesində istehsal edilən məhsullar. Yüngül sənayesində toxuculuq məmulatları, geyim, ayaqqabı. Ayaqqabı düzdür var, amma çox azdır. Yüngül sənaye deyirsə, məsələn, burada götürəndə məişət sərinkeşləri yüngül sənaye aid deyil. B-də. Süni lif var, amma mineral gübrələr yüngül sənaye aid deyil. C-də. Sonra kağız istehsalı var.
Kağız yüngül sənaye deyil. Sonra E'də də soyuducu. Hə, A variantıdır onda. Bəli, bəli. Az da olsa var. Sadəcə o azlığına görə qaldım, mən ona görə birbaşa demədim. Baxdım ki, görüm. Azərbaycan ərazisinin külək enerjisinə görə qruplaşdırılması xəritəsinə əsasən KİSİN hansı ərazidə tikilməsi daha məqsədə uyğundur. Hə, məqsədə uyğundursa, müəllim, 4-də məqsədə uyğundur. Bir də 6-da 4, 6, 2 hardadır ki? Müəllimə, Bu nədir? Yox. Bir burada. dəqiqə. Şu 4 olmaz. Başa düşmədim. Burada bir dəqiqə mənim. 3, 4, bir dəqiqə. Tamam, variant istəmədim. Verilib axı 8-dən yuxarı. Baxmıram. Hə, 2, 4, bir də 1. Bəli, 1, 2, 4. Ki, mənim ona baxmıram, mənim fikir vermədim. Baxın, bu xəritə dərslikdə də var. Xırda bir nədə var? Keslərin tikilməsi üçün şərait. Bilmirəm müəllimə, bu şəklə baxmadan da belə seçmək olarmı testdə? Elə bil ki, bu qərb bölgəsinə ağ yel, qara yel küləkləri düşür də elə. Ondan Əslində Küravazda da ağ yel, qara yel var. O qədər də deyə bilmərik. Bu sırf bilirsiniz nədir? Xəritədir, kitabdakı xəritədir. Əslində bu xəritə verilməməlidir bizə. Biz dərsdə dedik də bunu. Qazax Ağstafadır, Gədəbəy Daşkəsən, Kəlbəcər Laçın, bir də ki bu Zəngəzur, bu bilirsiniz belə yadınızda saxlayın. Bu Sədərək qalxması var ya, ən necə deyərlər? Ən qədim. Qədim, bəli. Üst paleozoik suları yayla. Üst. Burada üstü, burada altı Tovuzda. Hə, burada üstü, orada altı, hə? Tovuzda. Elə bir Tovuzlular deyə bilər ki, biz Azərbaycanın ən qədim rayonuyuq. Onları bunu deməyə heç nə mane ola bilməz. Bu 1, 2, 4. Belə, yəni bu imtahana düşsə bu verilməyəcək. Yəni bu verib ki, bizdə göz yaddaşı yaransın. hə, bir şərh, bir qərb yadda saxlayaq. Bəli. Həyat müəllimə 41. Həyat müəllimə. Buradadır Həyat müəllimə. Buradayam, səs aça bilmirdim. Buradayam. Buyurun. 41. Müasir dövrdə Azərbaycanın yanacaq enerji balansı hansı diaqramda daha dəqiq təsvir olunmuşdur? E, siz alternativ enerji. Yes. Alternativ enerji. B-də. Düzdür. 90% ESD, 7.5 siz, 2.5 alternativ. 42. Xəritə sxemi əsasən pambıq təmizləmə müəssisələrinin yerləşdiyi inzibati rayonları müəyyən edin. Pambıq təmizləmə 5. 5-lə hara ola bilər? Müəllimə, 5 niyə? Şəkidə nə işi var pambıq təmizləmənin? Bilmədim bunu. Üzünüzü bizə çevirin müəllimə. Hə, Yevlaxda var. Yevlaxda var, bir də ki, Bizdə Misirdə. yoxdur, amma bizdə yundur. Bizdə yundur. Amma yəni ara rayonlar demək istəyirəm. Amma ara rayonlarını seçin. Pambığın əkildiyi Beyləqanda var, orada nə bilim. Respublikamızda təbii qaz hasilatı 2000-ci ildə 5,6 milyon kub metr, 2010-cu ildə isə 26,3 milyon kub metr olmuşdur. Buna əsasən keçən dövrdə orta illik artım faizini hesablayın. Deməli 2000-ci ildə 5,6 milyon, 2010-cu ildə 26,3 milyon. 26,3-ü 100-ə vurub 5,6-ya bölürük. Bir dənə qoyun belə yazım. Demək 5,6 olur 100%. 26,3.
Sonra olub 26.5 nə qədər artıb? 26.5-dən 5.6 çıxıram. Dəqiqə çıxıram. 26.5 çıx 5.6. 20.9. Demək 20.9-u 100-ə vururuq. 20.9-u 100-ə vururam. Böləcəm 5.6-ya. Vur 100 böl 5.6. Edir 373. X bərabərdir 373. İndi deyin görüm. Neçə il keçib? 2010 il. Dəqiqə. Milyon. Orada müəllimə 26.5-dən yox, 26.3-dən çıxırıq 5.6-na. Tam onda 7 alınır deyəsən. Hə, 20.7. Düzdürsüz mənə 26.3-dən. Onda niyə belə çıxmışam? 20.7 düzdürsüz. 20.7-dir. 20.7. 20.7 vur 100 böl 5.6. O da edir 370 də elə bil ki. 370. Orta illik dediyi üçün orta illik. Bu keçən dövrə 10-a bölürük. O da edir 37. Çox sağ ol Nərgiz mənim. Hə. Necə? Səs gəldi. Hə, deyirəm siz sağ olun. Sxemə əsasən 44. Aha. Aşağısı görünmür. Hə, oldu. Verəcəyimdir. Sxemə əsasən alüminium istehsal mərhələlərinin keçdiyi yerləri müəyyən edin. Sxemə əsasən alüminium istehsal, alüminium tökmə, sonra bu nədir? Düralüminium əldə edilməsi, silium əldə edilməsi, metal alüminium istehsalı, gil torpaq istehsalı. Aşağı hissəyə baxın, aydın olacaq. Nətər? Aşağı hissəyə baxın, aydın olacaq. Hə, bildim. Alüminium, Paraqaçay, Daşkəsən, Gəncə. Başqalarına zəlik. C variantı. Zəlik, Daşkəsən, Sumqayıt. Müəllimə, zəylik Daşkəsəndədir. Zəylikdən sonra hara aparırlar? Sumqayıta aparmamışdan əvvəl. Gəncəyə. Bəli, zəylik. Yəni Heç axırıncı varianta baxmamışam. Bəli, amma baxmaq lazımdır. 5. Bizə də baxaq son olaraq. Bakı, Sumqayıt, Bakı, Sumqayıt, Gəncə, Salyan və Neftçə şəhərlərini birləşdirən xüsusiyyət metallurgiya bazalarının formalaşması, kimya, neft emalı müəssisələrinin işləməsi bu da olmaz. Pambıq təmizləmə zavodlarının rekreasiya, turizm. A variantı. Metal. Neftçalada metallurgiya deyirsiniz, müəlliməciyim. Kimya, neft Hansı emalı. metal var elə? Neft emalı müəssisələri. Neftçilik repressiya. Pambıq təmizləmə. Kimyada bizdə yoxdur dediniz. Yox, var. Prosta deyirəm, yəni inkişaf etməyib bir elə. Dünyaya səs salan bir patentimiz, bir məhsulumuz yoxdur. Onda neft. Neftçalada nə var müəllimə? Yod Neftçalada. Demək, o da nəyin xammalıdır? Neftin. Kimyanın. Kimya. Onu demək istəyirəm bayaqdan. Mən kimya inkişaf etməyib də demirəm. Mən sadəcə dedim ki, Onu burada bayaqdan demək istəyirəm. sadəcə o qədər əhəmiyyətli bir formada deyilsə, kimyanın inkişafı. Demək, qrupa da atıram səsi. Azərbaycan sənaye və kənd təsərrüfatı 45-80. Bir də ki, Azərbaycanın iqtisadi coğrafi rayonları güvən 175 test. Demək, onu bir də atım. Demək, Demin nə vaxt işləyəsiniz müəllim? Azərbaycanda kənd təsərrüfatı sənayesi 45-80. Bir də ki, Azərbaycan iqtisadi coğrafi rayonları 175 dənə test. Elə bil ki, bunu bitirməyə az qalıb. Bunu təmiz bitirib
keçəcək DİM-ə. Həm də ki, bir tərəfdən də təkrar olsun sizə həmin hissələrə. DİM-də inkişaf etməkdə olan o hissəyə çatmışıq elə bil ki. Həmin hissələrə. Orada əhali Bəli. falan təmiz bitib. DİM-i çox irəli getdik, dayandıq. İndi bunu bitirib, sonra da keçəcək DİM-ə. Növbəti dərsə Türk dünyasını öyrənirsiniz. Bir də ki, bu testləri işləyirsiniz 6-cı gün. 6-cı günə də 6-cı gün proqramı bitirib artıq təkrara keçəcəyik. Belə. İnşallah. Sağ olun. Rekordu da yükləyəcəm. Baxarsınız. Siz